Nyu-Yorkdakı sıx qrafik, gərgin müzakirələr və 12 saata yaxın uçuşdan sonra Prezident İlham Əliyevin birbaşa tədbirlərdə, ələlxüsus anım günü tədbirlərində iştirakı sadəcə protokol hadisəsi deyildi. Bu Nilayların əlindən tutmaq üçün vətənə tələsmək idi. Prezidentin ovucuları arasında olan yalnız Nilayın əli deyildi. Bu, bütün şəhid övladlarının əli idi. Dövlət başçısı həmçinin Yevlax Olimpiya İdman kompleksinin, Bakubas MMC-nin Gəncə avtoparkının və Gəncə stadionunun açılışlarında iştirak etdi. Ölkəmiz 3-cü MDB oyunlarına ev sahibliği edir. 12 ölkədən 1600-dən çox idmançının qatılacağı oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda keçiriləcək. Artıq yerli və xarici qonaqlar açılış mərasimində iştirak üçün stadiona təşrif buyurur. Which country? Hansı ölkədənsiniz? Cuba. You will attend probably in the boxing. Yəqin ki, boks yarışlarında iştirak edəcəksiniz. Gymnastics. Gymnastics. Stadionun həyətində isə bu cür dağılmış evlərin prototipləri yerləşdirilib. Ermənistan tərəfindən 2-ci Qarabağ müharibəsində Gəncəyə atılmış raketlərin törətdiyi dağıntıların izlərini simvolizə edir. Əlin içərisində isə xarı bülbül var və bu da bərpa quruculuğu rəmzləşdirir. Prezident İlham Əliyevin yarışların açılışını eləyəcəyi və əyləşəcəyi tribuna isə buradır.
Bütün nəsnələr detallarına qədər yoxlanılmalı və dəqiqləşdirilməlidir. Elə işarələr var ki, onlar həm də hazırlığın uğurla tamamlandığını ifadə edir. Xanımlar və cənablar, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev. Azərbaycan, hey qəhrəman övladın şanlı vətəni. Belarus Respublikası. Республика Беларусь. Üçüncü MDB oylarını açıq elan edirəm. Prezidentin Zulba iqamətgahı növbəti ali qonağını qarşılamağa hazırlaşır. İtaliya prezidenti Sergio Mattarella ölkəmizə işgüzar səfərə gəlir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Eyni zamanda neft və qaz ixracımızın 50%-i məhz bu ölkənin payına düşür. Ancaq əməkdaşlığın çərçivələri daha genişdir və bu səfərin iki ölkə arasında əlaqələrə yeni tonus qazandıracağı gözləniləndir. Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd isə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannamə 5 il bundan əvvəl imzalanmışdır. Və bu illər ərzində münasibətlərimiz çox sürətli inkişaf edib və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Belə qeyd etmək olar ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə olan əməkdaşlığımız bu çərçivədə də daha əhəmiyyətli olacaqdır.
liderlərin birlikdə açılışında iştirak etdiyi İtaliya-Azərbaycan Universiteti isə tərəflərin yalnız iqtisadi əməkdaşlıqda maraqlı olmadığının daha bir təzahürüdür. Prezident Mattarellanın rəsmi səfərinə bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Və əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq. Universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Ağır münaqişə və toqquşmalarla səciyyələnən hazırki beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq edirik. Nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində çalışırıq. Bəşəriyyət isə hər zaman bu yolda olmalıdır. Ladies and gentlemen, we are experiencing some turbulence. Danimarkanın paytaxtı Kopenhagendəyik. Avropanın ən gözəl, cəlbedici paytaxtlarından biri olan Kopenhagen indi Avropanın siyasi mərkəzi kimi çıxış edir. Avropa Siyasi Birliyinin növbəti samiti burada keçirilir. Abi neçə ildir Danimarkada yaşayırsınız? 30 senedir baba. 30 senedir. Bu cadde eskiden bizim Türklerin elindeydi. Türklerin? Bestapogada Caddesi diyorlar. Bütün Türk aileler hep orada kalacak. Ama sonra aileler büyüdükten sonra şehrin dışına çıktılar. Yani şehrin dışına çıktılar. Türkler çok mu burada? Var tabii. Çok. Kopenhagen yeni şəhər deyil, onun qədim tarixi var. Hardakı qida və yaşayış imkanları var idi, orada insan məskənləri peyda olurdu. Öz mövcudluğuna görə maraqlıdır ki, Kopenhagen həm də siyənək balığına minnətdar olmalıdır. Belə ki, şəhərin üzərində yerləşdiyi adaları ayıran boğaz həm də balıqçılıqla şöhrət tapmışdı və insanlar bu boğazın ətrafında, bu adalarda böyük məmnuniyyətlə məskunlaşırdılar. Kopenhagendə ən populyar nəqliyyat vasitəsi heç şübhəsiz velosipedlərdir. Şəhərin 60% bu nəqliyyat vasitəsindən istifadə edir. Kopenhagen qədim balıqçıların vətənidir, həm də şəhər 2 ada üzərində yerləşir və onu bir boğaz ayırır. Və şəhərdə bu cür kiçik kanallara, boğazlara müxtəlif yerlərdə rast gəlmək mümkündür. Bu yerlər həm də indi turistlərin sevimli məkanıdır. Boğazı ziyarət etmək üçün bu cür turlar təşkil olunur. Ama bu stol düşeceğinde sen oradan çeksene ya.
Avropa siyasi birliyi çərçivəsində Prezident İlham Əliyevin bir sıra iki tərəfli görüşləri də nəzərdə tutulur. Onlardan bir neçəsi məhz bu otaqda keçiriləcək. Bu günlərdə Kopenhagendə təhlükəsizlik əməkdaşlarına yəqin ki, hər addımda rast gəlmək mümkün olacaq. Çünki şəhər olduqca məsuliyyətli tədbirə ev sahibliyi eləyir. Prezident İlham Əliyev artıq Avropa Siyasi Birliyinin samitində iştirak məqsədi ilə Kopenhagendadır. Birinci xanım vitse-prezident Mehriban Əliyeva ilə birlikdə. Belə iki tərəfli görüşlərdən biri Moldova prezidenti Maya Sandu ilə keçiriləcək. Kopenhagendə həmçinin Azərbaycan və Ermənistan liderlərinin iki tərəfli görüşü də baş tutub. Liderlər tərəflər arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Beləliklə, Bakının sülh gündəliyi addım-addım gerçəkliyə çevrilir. İlk samiti Çexiyanın paytaxtı Praqada 2022-ci ilin oktyabrında keçirilən Avropa Birliyinin samiti növbəti dəfə Kopenhagendə keçirilir. Avropa liderləri Avropanın və onun sərhədləri yaxınlığında yerləşən böyük bir coğrafiyanın gələcəyini müzakirə etmək üçün 7-ci dəfə bu platformada bir araya gəlirlər. Kopenhagen samitini işıqlandırmaq üçün 40-dan artıq ölkədən media nümayəndələri də Bella Center'də iş başındadılar. Komandanız yüksək səviyyəli oyun nümayiş etdirdi. Məncə yaxşı cinah oyunçuları var. Burada daha yaxşı oynadıqları qənaətindəyəm. Açığı, belə oynayacaqlarını gözləmirdim. Və sizin Kopenhagen zirvəsi ilə bağlı gözləntiniz nədir? Kopenhagen. Gözləntilərim müsbətdir. Mən Katzenburgda jurnalist kimi işləyirəm. Burada siyasi jurnalist kimi çalışmaq isə daha məsuliyyətlidir. Amma həm də maraqlıdır. Ümid edirəm ki, bu böyük görüşdən yaxşı nəticələr əldə olacaq. Məncə, bugün müzakirələrdə eşitdiklərimiz kifayət qədər faydalı oldu. Ənənəvi olaraq liderlər qırmızı xalıdan keçərək salamlaşma, qarşılanma yerinə çatırlar və daha sonra ailə fotosu çəkilir. İndi jurnalistlər həmin qırmızı xalı ətrafında liderləri qarşılamaq üçün yığışıblar.
Azərbaycanla Ermənistan arasında sülh prosesindəki irəliləyiş çox mühüm addımdır. Bu ciddi məsələdir. Biz bunu gözləyirdik. Proses hər iki dövlət başçısının böyük liderliyi, həmçinin ABŞ prezidentinin səyi sayəsində baş verir. Bu həqiqətən böyük nailiyyətdir. Bu mötəbər tədbir Azərbaycanın qoca qitə üçün əhəmiyyətini bir daha ön plana çıxardı. Bir qədər sonra burada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Antonio Costa və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüşü keçiriləcək. Good morning, Mr. President. Good morning. Good morning. Good morning. Thank you very much. Beləliklə görüşün protokol hissəsi sona çatdı. Bundan sonraki dəqiqələrdə liderlər müzakirələri bağlı qapılar arxasında davam etdirəcəklər. Azərbaycan liderinin samit çərçivəsində eyni zamanda İtaliya və Niderland baş nazirləri ilə görüşləri də keçirilib. Bir qədər sonra burada Prezident İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş keçiriləcək və hazırda nümayəndə heyətləri, o cümlədən protokol əməkdaşları tərəfindən son hazırlıq işləri görülür. Bir neçə dəqiqə sonra burada Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Macron'la görüşü başlayacaq. Fransa Prezidenti Emmanuel Macron Azərbaycan Prezidenti ilə görüş üçün görüş yerinə təşrif buyurur. Qonaq da gəldi, görüş otağının qabağına. Keçir içəri. Və Azərbaycan Prezidenti İlham Əliyev görüş yerindədir. Bəli, Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq istəməyən mərkəzlər belə artıq Azərbaycan liderinin sülh təşəbbüslərini qeyd-şərtsiz qəbul edir. Bu həm də Azərbaycanın tarixi zəfərinə olan münasibətdir. Çünki bugünkü sülh Azərbaycanın 5 il öncəki qələbəsinin nəticəsidir. Liderlər bu dəqiqədən sonra görüşü bağlı qapılar arxasında keçirəcəklər. Protokol hissəsi görüşün başa çatdı.
Azərbaycan uzun illər müxtəlif beynəlxalq tribunalarda, platformalarda ərazi bütövlüyünün təmin olunması, beynəlxalq hüququn bərqərar edilməsi üçün çağırışlar eləyirdi. Bugün isə Avropa Siyasi Birliyinin növbəti samitində Kopenhagendə qalib ölkə kimi və bölgəyə sülhü gətirən ölkə kimi təbrikləri qəbul edildi.